Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Mən Nail Sadıqovla 4-cü sinif monitorinq imtahanı dəstək videolarımıza davam edirik. Bu video sayca 5-ci videodur. Bundan əvvəlki videolarımızı izləməmisinizsə, bu video bitdikdən sonra əvvəlki 4 videonu izləməyinizi mütləq surətdə tövsiyə edirəm. Əvvəlki videolarımızda monitorinq test toplumumuz haqqında məlumat vermişdim. Xüsusilə birinci videoda əhatəli məlumat vermişəm. Əgər monitorinq test toplumumuz haqqında detallı məlumatlar əldə etmək istəyirsinizsə, həmin videoya baxa bilərsiniz. Digər məlumatları da yaxın müddətdə WhatsApp kanallarımızda paylaşacağıq. Dostlar, bizim pullu və pulsuz qruplarımız var monitorinq imtahanı üzrə. Həmin qruplar barədə detallı məlumat da əldə edə bilərsiniz. Bunun üçün ekranda aşağı sol tərəfdə nömrə görürsünüz. 055 239 2041 həmin nömrəni WhatsApp-na yazaraq detallı məlumatlara sahiblənə bilərsiniz. Bizi siz, ümid edirəm, sosial şəbəkələr üzərindən izləyirsiniz. Əgər izləmirsinizsə, Telegram kanalımız var, orada qoşula bilərsiniz. Bundan əlavə olaraq Instagram səhifəmiz də var. Yəni müvafiq sosial şəbəkələrdən kimlər ki istifadə edirsə, həmin şəbəkələr üzərindən bizə qoşula bilərsiniz. Videomuzu bəyənməyi və paylaşmağı unutmursunuz. Xüsusilə ibtidai sinif müəllimlərinin nəzərinə çatdırıram ki, bu videoları öz sinif üçün paylaşsın ki, hansı ki müzakirə qrupları olur və yaxud valideyn qrupu adlandırırsınız. Şagirdləriniz də bu videolar vasitəsilə monitorinq imtahanına daha yaxşı şəkildə hazırlaşsınlar. Dostlar, mən artıq izaha keçid edirəm. 5 sualın izahını verəcəm. Siz əvvəlcə videonu saxlayırsınız, müstəqil formada sualın cavabını tapırsınız, sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edirsiniz. Birinci sualı səsləndirirəm. Jasminin 40 qələmi var. O 4 dostunun hər birinə 5 qələm verdi. Aşağıdakılardan hansı onun neçə qələminin qaldığını göstərir? Toplam 40 qələmi var və 4 dostu var. Hər birinə də 5 qələm verəcək. 4-ü əvvəlcə vurmaq lazımdır 5-ə. Görək dostlarına cəmi neçə sayda qələm verir? 4-ü 5-ə vurandadır 20. Və ümumi saydan hansı ki 40 dənədir. Dostlarına verdiyi qələmlərin sayını çıxsaq biz cavabı taparıq. 4-ü 5-ə vuranda 20 edər, əvvəlcə vurma olur, yəni 40-dan 20 çıxanda 20 qalır. Bizə təbii ki cavab lazım deyil, bizə ifadə lazımdır. Bu ifadə uyğun gəlir C variantına. Bu tipli suallar olanda siz variantlar üzrə cavabı da yoxlaya bilərsiniz. Nəyə nəzərdə tuturam? Əvvəlcə sualı müstəqil formada yazın. Cavab oldu 20. Sonra variantdakı ifadələrin hamısını hesablayın. Ola bilər, çaşdırıcı məqamda ola bilər. Məsələn, 2 variantda cavab 20 alına bilər. Bu zaman dəqiq formada baxın ki, hansı ədədləri yazıblar. İndi burada 4-ü 5-ə vuranda 20 dostlarına verilən qələmlərdir. 40 da ümumi saydır. Ümumi saydan dostlara verilən qələmlər çıxanda əlbəttə Jasminin özünə qalan qələm sayı tapılır. İkinci sual. Hazırda səhər saat 6:00-dır. Stükanın hansı hissəsi keçmişdir? Bildiyimiz kimi bir stükamız 24 saatdan ibarətdir. 24 saatdan 6-sı artıq keçib. Yəni stuka gecə saat 12 tamamından etibarən yeni günə qədəm qoyur, yəni başlayır artıq. Gecə saat 1 tamamda stükanın 1 saatı keçir, 2 tamamda 2 saatı və s. Səhər saat 6-da da 6 saatı keçəcək. Yəni olacaq 24-də 6. Bunu da ixtisar apara bilərik. Əvvəlcə istəsəniz 2-yə bölə bilərsiniz. 6-nı 2-yə böləndə 3 düşər, 24-ü 2-yə böləndə 12 düşər. Sonra bunun özünü də sürət məxrəcini 3-ə bölsəm, 3-ü 3-ə böləndə 1, 12-ni 3-ə böləndə düşəcək 4. Yəni yekun cavabım 4də 1 olacaq. Stükanın 4də 1 hissəsi keçmişdir. Və stükanın hansı hissəsi qalıb? 4də 1 hissəsi keçibsə, 4də 3 hissəsi də qalan hissədir. Üçüncü sual. Yolun kənarında hər 9 metrdən bir ağac əkilib. Birinci və 20-ci ağac arasındakı məsafəni hansı ifadə ilə hesablamaq lazımdır? Ağac və aralıqlarla bağlı məsələlərdə bir məqama diqqət yetirmək lazımdır ki, ağacların sayı aralıqların sayından bir vahid çox olur. İndi kiçik bir nümunə verəcəm. Məsələn, bu olsun bir ağac, bu olsun ikinci ağacımız, bu olsun üçüncü ağacımız. Bu kifayət edər məncə. Ağaclar arası məsafə məsələn 5 metrdir. Buradan bura 5 metrdir. Buradan da bura növbəti 5 metrdir. Və bu məsafə 10 metrə uyğun gəlir ümumi olaraq. Diqqət yetirsəniz, burada 3 ədəd ağac var. Yəni əvvəldən saysanız, 1 ağac, 2 ağac və 3 ağac. Amma aralıqlar isə, aralıq nədir? 2 ağacın arasındakı məsafəyə deyirik. Aralıqların sayı 2-dir. Və məsafəni ölçən zaman biz aralıqlardan istifadə edirik. Yəni, burada 2 dənə aralıq varsa, 2-ni 5-ə vurub həmin 10 cavabını ala bilərsiniz. İndi bu sualda da həmin qayda üzrə birinci və 20-ci ağac arasındakı
aralıqların sayını tapmalıyıq. 1-dən 20-yə qədər 20 dənə ağac var. 20-dən 1 çıxıram, 19 dənə aralıq qalır. Hər aralığın da məsafəsi 9 metrdir. Yəni 19-u 9-a vuracağım. İndi burada biz ifadə şəklində hazır verməliyik. Elə A variantı düzgün cavabımız olacaq. 20-dən 1-i çıxıb 9-a vurmalıyıq. Yəni 19 vurulsun 9 olacaq. Dördüncü sual. Qanuna uyğunluğu müəyyən edin və 10-cu fiqurda neçə romb olacağını tapın. Özünüz müstəqil formada digər suallarda olduğu kimi fikirləşin. Burada əlbəttə ki, şəkli çəkərək tapmağınızı tövsiyə etmirəm. Kifayət qədər vaxtınız gedə bilər. Həmçinin daha böyük ədəddə soruşa bilər. Deyər ki, məsələn, 30-cu fiqurda neçə romb olacağını tapın. Siz qanuna uyğunluğu tapmalısınız. Diqqət yetirsəniz, fiqur 1-də 1 romb var. Fiqur 2-də 3 rombdur. Fiqur 3-də 5 rombdur. Fiqur 4-də 7 rombdur. Yəni rombların sayı 2-2 arta-arta gedir. Yəni üzərinə 2 gəlirsən, növbətini alırsan. Bu qayda üzrə gedəcək. Bunun bəs qanuna uyğunluğunu necə verə bilərik? 1. Bu formada verə bilərsiniz ki, ilk fiqurda 1 ədəd romb var. 1 üstə gələk. Bundan sonrakıların hər biri 2-2 artacaq. Yerdə neçə dənə qalır? Bizə 10-cu lazımdır da. 2-dən 10-a qədər 9 dənəsi qalır. 9 dənə fiqurun hər birində 2-2 artım var. 9-u 2-yə vururam 18, bir də buradan 19. Cavab olacaq 19. Düzgün cavab B variantı. Və yaxud dəyərli dostlar, fiqurun nömrəsi ilə fiqurda olan rombların sayı arasında bir asıllıq qura bilərik. Bu necə baş verəcək? 2-yə vurub 1 çıxmaq şərti ilə. Yəni düstur kimi yazsam 2 vuraq n çıxılsın 1 olacaq. Hansı ki dərsliyinizdə də bu formalı suallar kifayət qədərdir. Məsələn, fiqur 1. 2 vuraq 1 çıxaq 1 edir 1 dənə. Fiqur 2-də, yəni yerinə 2 yazırsınız n hərfindən. 2 2-yə vuranda 4, 1 çıxırsınız 3 qaldı. Fiqur 3-də 3-ü 2-yə vuranda 6, 1 çıxırsınız 5 qaldı. Fiqur 4-də 4-ü 2-yə vururam 8, 1 çıxıram 7 qalır. Eyni qayda üzrə dəyərli dostlar, 10-cu fiqurdursa 2-ni 10-a vurub 1 çıxmaq lazımdır. 2-ni 10-a vuranda 20, 1 çıxanda 19 qalacaq. Doğru cavab B variantına uyğun gəlir. 5-ci suala baxırıq. Nəzrin fikrində 3 rəqəmli ədəd tutdu. Bu ədədin onluqlar mərtəbəsindəki vahidlərin sayı 4-ə bərabərdir. Təkliklər və yüzlüklər mərtəbəsindəki rəqəmlərin cəmi 5-ə bərabərdir. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 340 alınır. Bu hansı ədəddir? Variantlar üzrə baxa bilərsiniz. Onluqlar mərtəbəsindəki vahidlərin sayı 4-dür. Onluqlar aradır orta hissədir, yəni ikinci mərtəbə. Burada D və C variantı sıradan çıxacaq, çünki orada 2-dir. Təkliklər və yüzlüklər mərtəbəsindəki rəqəmlərin cəmi 5-dir. 2 ilə 3-ü toplayırsınız və yaxud 3 ilə 2, hər ikisi 5-dir. Və son punktda baxırıq, yəni son məlumatda da deyir ki, onluqlara qədər yuvarlaqlaşdırdıqda 340 alınır. O zaman doğru cavab 342 olacaq. Bunu onluqlara qədər yuvarlaqlaşdırsaq təqribən bərabərdir. 2 rəqəmi 4-ə köməklik göstərə bilmir. Yəni 4 yerində olduğu kimi qalacaq. Közdə sıfırın əvəzlənəcək. Yəni yuvarlaqlaşan zaman 340 olacaq. Deməli, bütün bu şərtləri ödəyən ədədimiz 342 ədədidir. Belə dəyərli dostlar, bununla da növbəti sayca 5-ci video izahımız yekunlaşdı. Videonu izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videonu hələ də bəyənməmisinizsə zəhmət olmasa bəyənirsiniz və paylaşırsınız ki, digər şəxslər də bu videolardan faydalansınlar. Sağ olun, bir sonraki izahlarımızda görüşərik. Hələlik.